Salam. Bu günləri ARTEN təşkil elədiyi sınavda, coğrafiya sertifikasiya tipli sınavda 7-ci sualın izahına baxacağıq. Deməli, məsələdə deyir ki, 20-ci saat qurşağının orta meridianında yerli vaxtla saat 22:40 olarsa, gəlin birinci bu hissəni qeyd edək. 20-ci saat qurşağının orta meridianı haradır? Onu tapmalıyıq birinci. 12-dən sonra, 12-dən 24-ə qədər olan saat qurşağının orta meridianı tapmaq üçün əvvəlcə 24-dən çıxırdıq. 24-dən çıxırıq 20-ni, alırıq 4. Sonra orta meridianı tapmaq üçün də aldığımız rəqəmi 15 dərəcəyə vururuq. Bu da eləyir 20-ci saat qurşağının orta meridianı 60 dərəcə qərb uzunluğu. Çəkdik 60 dərəcə qərb uzunluğunu. Tapdıq ki, burada saat 22:40-dır. Daha sonra ikinci hissədə nə deyir? Deyir 95 dərəcə qərb uzunluğunda yerləşən məntəqədə yerli vaxtla saat neçə olar? 95 dərəcə qərb uzunluğunda qeyd edirik. Və buradakı saatı istəyir, x yazırıq. Yerli vaxtla saatı təyin etmək üçün, saat fərqini tapmaq üçün bir dənə düsturumuz var. 4 vurulsun A minus B düsturu. Yəni coğrafi uzunluq fərqini vururuq 4-ə. Bu bizim düsturumuzdur. İndi düsturda yerinə qoyaq. 4'ü vurarıq. Coğrafi uzunluqların fərqinə, ikisi də eyni yarımküre olduğuna görə çıxırıq. 95-dən çıxarıq 60'ı vurarıq 4'ə. Buradan alarıq ki, 140 dəqiqə aralarında fərq var. 140 dəqiqəni də saata çevirsək, eləyər 2 saat 20 dəqiqə vaxt fərqi var. Biz də bilirik ki, şərq həmişə qərbdən irəlidir. 60 dərəcə qərb uzunluğu 95 dərəcə qərb uzunluğuna şərqdə yerləşdiyinə görə vaxtı irəlidir. Ona görə 2 saat 20 dəqiqə geri olmalıdır 95 dərəcə qərb uzunluğunda. 22:40-dan da çıxarıq 2 saat 20 dəqiqəni. 22:40 çıxılsın 2 saat 20 dəqiqə. Və buradan alarıq ki, saat 95 dərəcə qərb uzunluğunda saat 20:20 imiş. 20:20. Cavabımız da eləyir D variantı.